Yəni sosial ədalət yoxdur burada. Və sosial ədalətin olmadığı bir yerdə əhali çıxıb ekoloji ədalətdən danışa bilməz. Həyatda qalmaq üçün həyatda qalmağı fikirləşirik. Qaldı ki, təbiətimizi fikirləşək. Yəni bu istər-istəməz eyni zamanda RMC kimi şirkətlər üçün mübit bir sosial şərait yaradır ki, gəlsinlər burada öz fəaliyyətlərini görsünlər. Təəssüf ki, reallıq bundan ibarətdir. Təəssüf ki, belə bir realitetdə yaşayırıq. Ümumiyyətlə sıx-sıx danışırıq ki, niyə Avropada fərqli bir reallıq var, demokratik mühitdə yaşanır, dövlət institutları demokratik şəkildə işləyir və bizdə fərqlidir. Çünki o sosial mühitin elə təməlləri infrastruktur bazislər, tələblər, infrastruktur tələblərindən asılıdır. Yəni bizim bugün suya ehtiyacımız var və demokratiya haqqında, sağlam mühitdə yaşamaq haqqında, inkişaf, təhsil haqqında düşünə bilmirik. Çünki su yoxdur, yol yoxdur, qaz yoxdur, məktəb yoxdur, gündəlik həyatda qalmaq üçün pul yoxdur və pul qazanmaq lazımdır. İnsan gündəlik həyatını o qədər əziyyət içində keçirir, torpaqda işləyərək və yaxud çobanlıq edərək və yaxud gedib qıraqda bir yerdə işləyərək ki, demokratik inkişaflar, təhsil və s. ondan heç bir vaxtı qalmır, təəssüf ki. Bu acı bir reallıqdır və bu acı reallıq içində yaşamağa davam edəcək hələ ki.